birlikte klaviatura boyuyoruz. Hem de markerle. Deyəcək sizə klaviatura boyamaq nə əlaqə, amma bizdə evdə işlənməmiş bir klaviatura var idi və çöp atmaq istəyirdilər. Mən də dedim ki, mən bunu boyayaram. Ona görə boyamağa qərar verdim. Ən sevdiyim rəngdən, yəni lila rəngdən başlayıram. Belə quruduram, çünki belə markerdən istifadə elədim. Ona görə yəni 5-6 dəfə üst-üstə sürtüb qurutdum və qurudarkən çox çətinlik çəkdim. Özəlliklə burada şrift yazmaq istədim ki, bilinsin şrift olduğu. Sadəcə mən mürəkkəb qələmlə yazdığım üçün hər tərəf batdı və peşman oldum. Sonra isə dedim ki, lakdan istifadə etdim. Çünki lakın rəngi daha bəlirgindir, amma yəni istifadə etməz olardım. Həm də ki, mənim istifadə etdiyim lak zərli idi. Nəysə, sonra mən mavini də boyadım, üzərinə göy günəş çəkdim. Sonra gördüyünüz kimi boşluğa çox qəşəng dəniz ulduzu elədim. İndi isə bu düymələri elədim, şrift düyməsi və sağ-sol düymələrini elədim. Bunların üzərinə isə belə bəzəklər elədim. Eyni rəng, eyni şeylər eləmək istədim. Sonra isə bunların üzərindən 4-5 dəfə keçirəm. Ağ rəngdən, ağ rəngi, həqiqətən qara rəngi olan şeyi ağ rənglə boyamaq çox çətin idi. Sonra isə üzərindən quruduram və şrift düyməsini bəyənmədiyim üçün təzədən edirəm. Sizcə necə oldu? Şərhləri gözləyirəm. Bugün tam-tamına 10 üstünə klaviatura boyadıq. Gələnki serilərdə görüşmək üzrə.